İndi gördünüz mü Qurban Məmmədov hakimiyyətin qəhbəsidir. İndi gördünüz mü Tural Abbaslı var, Abbaslı. Adı özü üzü qara partiya rəhbəri. İndi gördünüz mü? Kişilər gəlsinlər məni kimi mübarizə, bu mübarizə aparılmış ha. Məni kimi Azərbaycandan mübarizə aparsın, Alyona başımızın da xətrinə dəyməz. Bu bir var balaca baş trollər var, o qəhbələr zad belə paylaşırlar. Bir də yekə başlar var. Alyonanın amcığına kim atveçatsa, Alyonanın amcığına kim vlatardısa burada deyirəm. Onun liftin anasını sikim. Alyonanı kim mən söylməyəcəm. Alyonanı kim dəstəkləyirsə, ay Qurban Məmmədov, Tural Abbaslı başda olmaqda, ay hakimiyyət məmurları, Alyona aybaşı olanda ona yalatdırsın. 3 gün. Mehman bu trollərə bir-iki kəlmə verək sözünü deyib bir sualı birinci. Deməli, Qabil, hörmətli izləyicilər, bizi izləyən 4000 adam like eləyin, paylaşın. Bir şey bilin, bax biz yolun yarısını keçmişik. Bizə maniyə olan arvadı qəhbələr var. Trollar. Bunlar yazıçılardır. Bunlar show biznes əhlidir. Bunlar blogerciklərdir. Bunlar müxalifət adın altında İlham Əliyevə qulluq eləyən cındırlar var. Mən bu gün baxdım. Tural Abbaslı yenə özünü axırıncı yola qoyub. Mən Alyonanı bitirəndən sonra, Leyla Əliyevanı çıxardıb, Alyonanın ağzından çıxardıb, Leyla Əliyevanın ağzına verəndən sonra, mən bizi izləyənlərə, hər kəsə bildirmək istəyirəm ki, və söz verirəm ki, hökumətə trolluq eləyən, hökumətlə əməkdaşlıq eləyən, hökumətə sukalıq eləyən, yazıçısı olsun, müxalifət partiyasının lideri güya olsun, onların götünü sikəcəm mən, ortaya faktlar qoyacam və göstərəcəm ki, bax bunlar qəhbədir. İndi biz deyirik, bunlar trolldu, cındırdı, amma ortada fakt qoymaq lazımdır. Mən sizə fakt qoyacam ki, hansı yazıcı İlham Əliyevdən hansı binada ev alıb, harda yaşayır, hansı müxalifət liderin trolu paket alır, nə qədər alır, sənədləri məndə var. Bu götə girənlərin sonuna az qalıb və biz bunu ifşa edəcəyik. Yəni İlham Əliyevdən daha çox təhlükəli olan adamlar İlhama bugün yaltaqlıq eləyən, Alyonanın götünə girən, Alyonanı müdafiə eləyən şəxslərdir. Kim ki bugün Alyona məsələsində İlham Əliyevə dəstək verirsə, onun nəslini, nəsillər qabil desin. Qurban Məmmədov, Kamran Razma var, indi səni qoyacam efirə. Tural Abbaslı və digər Alyonanı müdafiə eləyənlər. Ananızın, bacınızın, arvadınızın, uşağınızın dilinin üstünə tökün. Vəssalam. Deməli, nə qədər qəhəbə olasan, adamın sifəti, nə qədər üzünüzlər götün bizlər görməli uğraş olasan ki, sən bu sözü deyəsən. Milli qəhrəmanlığa 2 dəfə təqdimatı gedən Tofiq Yaqubluya, onun oğluna, məni kimi qəhrəmana, bu oğlanların hamısı vətən uğrunda savaşda, ya posta olubdur, gör hansı anası qəhbə bizə nə deyir? Washingtonda təxribat törədənlərə bir sualım var. Siz oradan bura qışqırdınız ki, məsələn, adamlar nəsə belə bir təxribata yol verdiniz. Bəs 2020-ci ildə müharibə zamanı siz cəsarət göstərmişsiniz, gəlmişsiniz Azərbaycana, milli orduya yazılmışsınız, Vankomatda çilətdə durmuşsunuz və yaxud nəsə maddi bir kömək eləmişsiniz oradan Amerikadan bura, hansısa qazi ailəsinə, şəhid ailəsinə, bilmirəm, yasa fonduna pul keçirmişsiniz və yaxud orada Avropada bəzi oturublar hepsin ki, onlar bəlkə iştirak ediblər, gəliblər oradan Avropadan qabillərlə, mobillər, iştirak ediblər müharibədə. Ay səni doğan ananı sikməyim, Mən deyim də, mən deyim. İndi ona bir cavab verin, bir də sənə cavab verəcəm. Arvadı qəhbə Kamran Razma var. Tofiq Yaqublunun oğludur, Rəhim Yaqublu. Bax burada Qarabağ döyüşündən yaralanıb gəlib. Ay Kamran, ay sənin 5 dənə arvadının ağzına verim mən. 5 dənə qəhbə arvad alıb, sikim onun doğanını, ona salam verənini. Bax görsən Kamran, ay sənin Kamran samavardı, sikimin başıdır. Bax görsən, Tofiq Yaqublu və Rəhim Yaqublu. Bunun ikisinin də əsbabı olsun, ay Kamran sənin nəslinin ağzına. Ay Qurban Məmmədov sənin, ay Tural Abbaslı sizin nəslinizin ağzına olsun. Bax 2 dənə kişinin 2 sallananı, daha doğrusu 4 sallananı, 2 tullananı. Halal xoşları olsun. Halal xoşları olsun.